Əziz dostlar, salam. Mən Murad müəllim. Belə bir sualın gəlin izahına baxaq. Deməli, birinci bizə verir ki, cümlə verir və cümlənin cavabında istifadə edəcəyimiz quantifier'si istəyir. Burada əvəz edəcəyimiz söz would-dur. Would sözü həm bilirik ki, sayılan, həm də sayılmayan sözdür. Meşə mənasında sayılır, lakin taxta mənasında sayılmır. Bunu bilirik. Burada deyir, sənin meşəyə ehtiyacın vardı demək olmaz ki, taxtaya ehtiyacın var. Deməli, sayılmayan, uncountable versiyasındadır. Deməli, biz burada sayılmayan isimlərlə işlənən, cəmiyyət edilən sözlərdən istifadə edəcəyik. Buradan many çıxacaq, few çıxacaq. Baxaq, 3-dən 4 çıxdığı təqdirdə A, D, E variantları gedir. İndi 1, 2, 5-dirmi? Yoxsa deyir, sənin daha çox taxtaya ehtiyacın varmı? Deyir, no. There is az deyil da. Əgər az olsa ehtiyacı olar da. Ona görə 2-ni də çıxacaq. Cavab olacaq 1, 5 tərcümə edəndə cavabı tapmış oluruq. Cavab oldu C variantı.